bədənimizdə həm şəkər metabolizmasında, yəni qlukoza metabolizmasında, həm protein metabolizmasında, həm də yağ metabolizmasında çox önəmli rol oynayır. Qaraciyərin bir digər funksiyası isə immun sisteminə qatqıda bulunmasıdır. Belə ki, burada xüsusi immun hüceyrələri var ki, müxtəlif infeksiyalar zamanı bu immun hüceyrələri qaraciyərdə gəlir, yaranır və bakteriyaların xəstəlik törətməsinin qarşısını alır. Bundan əlavə də, məsələn, biz hər hansı bir infeksiya yoluxduğumuz zaman o infeksiyada mübarizə aparmaq üçün iştirak edən proteinlərdən, məsələn, C-reaktiv zülal dediyimiz protein, hansı ki, o infeksiyanın göstəricisidir bizim labor analizlərimizdə. Məhz bu da qaraciyər tərəfindən yaranır və sonuncu funksiyalarından biri də, əslində bu xırdalığa, çox dərin xırdalığa getmək olar, amma aydınlansın deyə qısa kəsəcəm və sonuncu önəmli funksiyalardan biri də qan yaranması.